İnsan istər fərdi olaraq, istər ictimai olaraq normal, sağlam, həm ruhən, həm cismən yaşamaq istəyirsə, bizim İslamın və məsum imamlardan nəql olunan insanın həyatını həll edə biləcək dərəcədə olan kəlamlardan maksimum dərəcədə istifadə eləməsi onun deyərdik ki, xeyrinədir. O kəlamlardan biri də Həzrət Əleyhisselamın kəlamıdır ki, o kəlam hətta Həzrət Əleyhisselam 4 səmavi kitab olan müqəddəs kitabdan xülasələşdirilmiş şəkildə cəmiyyətə çatdırır. Əleyhisselam buyurur ki, mən Tövratı, İncili, Zəburi və Qurani-Kərimi oxudum və hər bir kitabdan bir kəlmə əxz elədim. O ki, deyir, Tövratdan oxumuşam, öyrənmişəm, xülasəsi budur. Hər kim sükut eləsə, o insan xilas olar. Kim sükut eləsə, başı salamat olar. İkincisi budur ki, İncildən oxuduğum, kim əgər qənaət eləsə, qənaətçil olsa, o insan da başqalarından ehtiyatsız olar. Və üçüncüsü, Zəburdan öyrəndiyim budur ki, kim əgər tamahkarlığı tərk eləsə, həmin insan bəlalardan, çətinliklərdən, müsibətdən, problemlərdən başı salamat qalar. Və dördüncüsü, Qurani-Kərimdən oxuduğum budur ki, və mən yətəvəkkəl aləllah fəhuvə həsbuh. Kim Allaha təvəkkül eləsə, Allahı öz işlərində vəkil tutsa, Allah ona bütün işlərdə, həmin işlərdə məxsusən kifayət eləyər. Bu 4 kəlam Qurani-Kərimdən, Tövratdan, Zəburdan, İncildən Həzrət Əleyhisselamın insanın normal, sağlam əqidə və ruh baxımından sağlam yaşamasını təmin eləyən, təbii ki, əməl eləyərsə, təmin eləyən bir tapşırıqdır. Allah Teala bizləri bu gözəl nəsihətlərə, tapşırıqlara əməl eləyənlərdən etsin.